Salam, hər vaxtınız xeyir dəyərli müəllimlər. Bundan əvvəlki videomuzda sual bazasına toplu şəkildə sualların yüklənməsini izah etmişdim. Bu videomuzda isə həmin suallar əsasında tələbələr üçün necə sınaq hazırlaya biləcəyinizi göstərəcəyim. Müəllim panelinə daxil olduqdan sonra sual bazası bölməsinə keçid edirik. Açılan pəncərənin yuxarı hissəsində yerləşən sınaq hazırla düyməsini sıxırıq. Buradan fən yerinə Azərbaycan tarixi və fənnini daxil edirik. Daha sonra sual bazasındakı sualların nömrələrini seçirik. Məsələn, az əvvəl əlavə etdiyimiz 210-cu sualdan 215-ci suala qədər olan aralığı seçirik. Ardınca isə sınağa ad veririk. Məsələn, mən buna nümunə 1 adı verirəm. Daha sonra sınağa vaxt təyin edirəm. İstəyə uyğun olaraq sinif bölməsində müvafiq sinifi daxil edə bilərik. Sınaq yarat düyməsini sıxdıqdan sonra sınağımız avtomatik olaraq formalaşır. Buradan bütün sınaqlar bölməsinə daxil olaraq mövcud sınaqları idarə edə, istədiyiniz sınağı aktiv, pasif və ya silə bilərsiniz. Məsələn, mən burada Səfəvilər dövlətinə aid olan sınağı pasif edirəm. Yeni yaratdığımız nümunə bir sınağı isə aktiv olaraq qalır. Bu videoda izah edəcəklərim bu qədər. Növbəti videomuzda isə tələbələrin hazırladığımız sınaqlardan necə daxil olub istifadə edə biləcəyini izah edəcəm. Diqqətiniz üçün təşəkkürlər.